Salam əziz abituriyentlər, bugünkü mövzumuz Dövlət İmtahan Mərkəzinin 2025-ci il tarix test toplusunda yer alan Qaraqoyunlular dövlətidir. Gəlin başlayaq. Birinci suala baxırıq. Qaraqoyunlu və Ağqoyunlu dövlətlərində ən yüksək hərbi vəzifə əmr-əmərə vəzifəsi idi. Y düzgün variantdır. Bu həmçinin Səfəvilər dövlətində də mövcud olmuşdu. Qaraqoyunlu, Ağqoyunlu Səfəvi dövlətlərinin yaradıcılarını müvafiq ardıcıllıqla müəyyən edək. Qaraqoyunlu yaradıb Qara Yusif, Ağqoyunlu Uzun Həsən, Səfəvini isə Şah 1-ci İsmayıl, yəni Y düzgün variantdır. Azərbaycanda Teymurilərin ağalığına son qoymuşdu Qaraqoyunlu Qara Yusif 1408-ci ildə Sərdərud döyüşü nəticəsində. Azərbaycanda Cəlalilərin hakimiyyətinə son qoymuşdu yenə Qaraqoyunlu Qara Yusif 1410 Təbriz Əsəd döyüşü nəticəsində. Uyğunluğu müəyyənləşdirək. Soyurqal Ağqoyunlu və Qaraqoyunludaydı. 1-ə və 2-yə elə götürmək olar düzgün cavab kimi Y düzgündür. Xostak Sasanilərin dövründədir. Ona görə 3-ü atıram, Səlcuq deyir. 4-ü atıram, Hülaki deyir. Uc Səlcuqların dövrüdür. Belə bir variant olmadığına görə atırıq. Ağqoyunlularda ola bilməz, Qaraqoyunluda ola bilməz. Paytaxtların uyğunluğunu. Təbriz Qaraqoyunlunun paytaxtı idi. Elxanilərinin paytaxtı olubdu həmçinin Hülakilərdə. Marağa, Təbriz, Sultaniyə, Təbriz paytaxtı idi. Ona görə 2-yə götürə bilərəm. Ağqoyunluların da həmçinin paytaxtı olduğuna görə 1-i də götürə bilərəm. Cavab olur A variantı, yəni 1-lə 2. Marağa Atabəylərin yox, Elxanilərin paytaxtı idi. Urmiya heç bir nə Ağqoyunlunun, nə də Qaraqoyunlunun paytaxtı olmayıb. Marağa Ağqoyunlunun yox, Sacilər məsələn paytaxtı olmuşdu. Həmçinin Hülakilərin. Paytaxtların uyğunluğunu müəyyənləşdirək. Marağa Rəvadilərin yox, Sacələrin paytaxtı idi. Bərdə Şəddadilərin yox, Şəddadilərinki Gəncə idi. Təbriz Qaraqoyunlularınki olub. Bunu götürə bilərəm. Səfəvlərin də olub 1501-dən 55-ə qədər. Bunu da götürə bilərəm. Sacələrin də paytaxtı Marağanın Ərdəbili idi. Bunların ikisini də atıram. Cavab olur 3 və 4. A variantı. Eldənizlər və Qaraqoyunluların oxşar cəhəti Azərbaycanın cənub torpaqlarında meydana gəlməyə. Eldənizlər şimalda meydana gəlib, Naxçıvanda. Ona görə A-nı atıram. Paytaxtların Naxçıvan olması xeyr. Qaraqoyunlularda Təbriz idi. Xarəzmşahlar dövləti ilə mübarizənin aparılması xeyr. Eldənizlər aparsa da Qaraqoyunlu dövlət Xarəzmşahlarla mübarizə aparmayıb. Teymurilərlə mübarizənin aparılması. Qaraqoyunlu dövləti Şahruxdan mübarizə aparıb, amma Eldənizlər ümumiyyətlə Teymuriləri görməyib. Teymurilər 1370-də yaranmışdı, Eldənizlər 1225-də dağılıb. Şirvanşahlar dövləti asılı vəzifə salınması isə hər bir dövlət üçün oxşar. Demək olar ki, Şirvanşahları hər biri asılı vəzifə salıb. 15-ci əsrdə Qaraqoyunlu və Ağqoyunlu dövlətində ali divar rəhbəri baş vəzir C düzgün variantdır. Hətta divarın rəhbəri idi demişdik. Buna görə də deməli bu işlərə ümumiyyətlə divan nə idi? Məşvərətçi orqanı idi, həmçinin məsləhətçi orqanı idi. Buna da vəzirlərin ən başçısı olan baş vəzir rəhbərlik edir və buna görə də sahibi divan adlanırdı. Daha əvvəl baş verib. Caban döyüşü 1500-də idi. Muş 1467-də idi. Malatya 1473-də idi. Ona görə hələ ki B-ni saxlayırıq. Alaşget 1421-də hələ ki yeni saxlayırıq. Otluqbeli 1473-dədir. Cavab olur Y variantı. Daha əvvəl baş vermişdi. Alaşget 1421, Beyşəhir 1472, Malatya 73-də, Sərdərud 1408-də, Otluqbeli 1473-də. Cavab olur D variantı. Sərdərudun nəticəsi Qaraqoyunlular Teymuriləri Azərbaycandan qovur. Baxaq görək. Qaraqoyunlular Teymurilər üzərində qələbə qazandılar. B düzgün cavabdır. Muş döyüşünün nəticəsində Ağqoyunlular Qaraqoyunluları məğlub etdilər və Qaraqoyunlu dövlətinin süqutu sürətləndi. 1467-ci ildə Cahanşah da bundan sonra hakimiyyətdən gedir. Əsəd döyüşü nəticəsində Baharlılar Cəlalilər üzərində qələbə qazandı 1410-cu ildə. Amma dövlətə aid deyil təbii ki. Göstərilənlər hansı döyüşün nəticəsi? Qaraqoyunlular Teymurilər üzərində qələbə qazandı. Teymur qüvvələri Azərbaycandan qovuldu 1408 Sərdərud döyüşü. Alaşgetlə Muşun oxşar cəhəti. Alaşget 1421, Muş 1467. Hər ikisi eyni əsrdə olub, amma Alaşgetdə dedik Qaraqoyunlular məğlub oldu, Muşda da məğlub oldu. Alaşgetdə Teymurlara məğlub olur, Muşda da Ağqoyunlulara məğlub olur. A düzgün variantdır. Osmanlıların Konstantinopolu tutduqları Azərbaycanda mövcud olan dövlət Qaraqoyunlular. Çünki 1410-68-ci illərdə mövcud olmuşdu. Qaraqoyunlu dövlətinin mövcud olduğu dövrə aiddir. Qaraqoyunlu 1410-1468-də mövcud olub. Əbhər 1500-dür, atıram. Ankara 1402-dir, atıram. Mərv 1510-dur, atıram. Sərdərud 1408-dir, atıram. Trabzonun süqutu 1461-dir, düzgün variantdır. Qaraqoyunun yarandığı ildə baş vermişdir. Kulikova
Ola bilməz, 1380-dir. Kalka 1223-dür. Terik 1395-dir. Əsəd döyüşü 1410-dur. Bu düzgündür. Mərv döyüşü isə 1510-dur. Atıram. Azərbaycanın 9-11-ci əsrlər, 14-15-ci əsrlər tarixinə aid ümumi cəhət. Deməli, burada da deyir ki, Monqol yürüşlərinə məruz qalmaq ola bilməz. Monqollar 13-cü əsrdən sonra var. Slavyanların yürüşlərinə məruz qalmaqları. Deməli, Slavyanların yürüşünə məruz qalmaq 14-15-ci əsrdə belə bir şey yox idi. Müstəqil dövlətlərin olmaması var idi, axı 9-11-ci əsrlərdə var idi. 14-15-ci əsrlərdə də həmçinin, misal üçün, Qaraqoyunlu Ağqoyunlu dövləti var idi. Siyasi dağınıqlıq isə bu hər ikisi üçün oxşar cəhətdir. Dağınıqlıq o deməkdir ki, Azərbaycanda müstəqil, amma müxtəlif dövlətlər var. Məsələn, 9-11-ci əsrdə Saci, Salari, Vadi, Şəddadi, Şirvanşah. Bunlar birləşsəydi, vahid dövlət olsaydı, biz buna dağınıqlıq deməzdik. Amma bunlar parçalanmış olduğuna görə siyasi dağınıqlıq deyə bilərik. Eyni zamanda 14-15-ci əsrlərdə şimalda Şirvanşahlar idi, cənubda Qaraqoyunlular idi. Yenə də Azərbaycan parçalanmış və dağınıq şəkildə idi. Muş döyüşünün nəticəsi. Döyüşdə qalib gələn Ağqoyunlular paytaxtı Diyarbəkirə köçdülər. Belə bir şey yoxdur. Qaraqoyunlular məğlub olmuşdu burada. Qara Yusif yox. Burada Cahanşah məğlub olmuşdu. Ağqoyunlular qalib gəlmişdi. D-düzgün variantdır. Azərbaycan 15-ci əsrin ilk 10 illiyi, yəni 1401-dən 1410-cu ilə qədər. Bayandurlu sülaləsinin Təbrizdə hakimiyyətə gəlməsi. Baharlılar gəlib hakimiyyətə. Atıram. Səlcuqların yürüşünə məruz qalmaq ola bilməz. Səlcuq heç bu dövrdə yox idi. Hakimiyyətin Qaraqoyunluların əlində keçməsi düzgündür. 1410-da dövlət yaratdılar. Alaşkət döyüşü 1421-dədir. Soyurqal torpaq sahibinin iqtidarın əvəz olması belə bir şey yoxdur. Soyurqal iqtidardan sonra yaranır. Qaraqoyunlulara aiddir. Elxanilərlə müttəfiq olmaz. Qaraqoyunlular heç Elxanini görməyib. Ağqoyunlu dövlətinə son qoymaqla hakimiyyətə gəlmələr. Xeyr, Ağqoyunlu Qaraqoyunluya son qoyur. Osmanlı ilə uzun müddətli müharibələrin aparılması. Əksinə dost olmuşdular. Azərbaycanda Cəlalilərin hakimiyyətinə son qoyub 1410 Əsəd döyüşündən. Xarəzmşah Cəlallərdən 13-cü əsrdədir, Qaraqoyunlular 15. Ona görə heç bir-birlərini görməyib. Qaraqoyunlulara aiddir. Əsasını Azərbaycanın şimal hissəsində qoyulmaz. Xeyr, Təbrizdə qoyulub. Atıram. Ağqoyunluların hakimiyyətinə son qoymayıblar. Ağqoyunlu bunlara son qoyub. Teymurləri Azərbaycandan qovubdu. Bəli, 1408 Sərduruddan. Osmanlı ilə müharibə aparan Ağqoyunlu idi. Səlcuqların zəiflənməsi nəticəsində yaranmaqları məsələsi Atabəylər idi. Qaraqoyunlu dövlətinə aiddir. Deməli, Qızıl Ordu tərəfindən süquta uğradılması. Deməli, Qaraqoyunlu dövləti 1410-1468-də idi və Ağqoyunlu tərəfindən süquta uğradılır. Səfəvilər dövləti məğlub edilməz. Səfəvi dövlətini heç görməyib, o 1501-ci ildə yaranıb. Hülakilər dövlətinin tərkibində olması. Xeyr, heç Hülakiləri də görmür. Hülaki 1357-də artıq dağılmışdı. Ağqoyunlular tərəfindən süquta uğradılması. Bəli, bu düzdür. Ağqoyunlu dövləti demir. Sadəcə Ağqoyunlular deyir deyə düzgün götürə bilərəm. Cəlalilərdən vassalasılığında olmayıb. Bu birinci Cəlaliyə son qoyur, sonra dövlət yaradır. Qaraqoyunlu dövlətinə aid deyil. Otluqbeli döyüşündə Osmanlılar üzərində qələbə qazanmaz. A variantı. Bu Ağqoyunluya aiddir. Ağqoyunluda həmçinin Osmanlılar Ağqoyunlu üzərində qələbə qazanmışdı. Qaraqoyunlu və Səfəvi dövlətlərinin tarixinə aid oxşar cəhət. Venesiyanın sülh müqaviləsinin bağlanması, Ağqoyunlularla müharibənin aparılması. Deməli, Ağqoyunlular deyir. Yəni, Ağqoyunlu dövlət demədiyinə görə bunu götürə bilərəm elə. Qaraqoyunlular 1467-də Ağqoyunlu ilə müharibə aparıb. Səfəvi isə 1503-də deməli, Səfəvilər isə 1503-cü ildə Ağqoyunlularla mübarizə aparmışdı. Ona görə 27-də düzgün cavab B variantıdır. Qaraqoyunlu hökmdarı Cahanşahdan fərqli olaraq uzun həddən Səfəvi dövləti ilə müharibə aparmışdı. Xeyr, Səfəvi dövlətini heç görməyib. İqtidar torpaq sahibinin geniş istifadə edib yanlışdır. Osmanlılarla daima sülh şəraitində, xeyr, əksinə müharibə aparıb. Qərbi Avropa dövlətinin geniş diplomatik əlaqələr D düzgündür. Əyanlara xidmət müqabilində tüyül ola bilməz, çünki bu Səfəvilərdə yaranmışdı. İqtidar əvəzinə soyurqal paylayan Qaraqoyunlu və Ağqoyunlu idi. Qaraqoyunlu və Ağqoyunlu dövründə Azərbaycanda feodal torpaq sahibliyi formalarında baş verən dəyişiklik nədir? Deməli, iqtidar əvəzinə soyurqalın paylanması C düzgün variantdır. Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixinə aid oxşar cəhət Sədr Əzəmin Ali divana rəhbərlik etməsi. Deməli, Ali divana rəhbərlik edən burada baş vəzir idi. Ona görə A variantını atırıq. Soyurqal torpaq sahibinin tüyündən əvəzlənməsi. Xeyr, iqtidarın yerinə soyurqal gəlmişdi.
İqta torpaq sahibliyindən geniş istifadə olunmur, soyurqaldan istifadə olunur. Əmir əl-imarənin dövlətdə üçüncü şəxs sayılması, bu da yanlışdır. İkinci şəxs idi, soyurqal torpaq sahibliyi var idi, bu düzgün cavabdır. Əmir Teymurla Qara Yusifin fəaliyyətində ümumi cəhət cəlalirlərinə müharibə etmək. Əmir Teymur cəlalirlərinə müharibə edib, eyni zamanda Qaraqoyunlu Qara Yusif də müharibə edib 1410-da. Əmir Teymur da 1394 Bağdad döyüşü zamanı müharibə aparmışdı. Qaraqoyunlu dövlətinə aid deyil. Teymurlər və Səfəvilərlə mübarizənin aparılması. Qaraqoyunlu Səfəvilərlə, yəni Ərdəbil hakimliyi ilə mübarizə aparmışdı. Həmçinin Teymurlərlə də mübarizə aparmışdı. Ona görə 33-də A-nı atıram. Qızıl Ordu əleyhinə Rusiyanın danışıqlarının aparılması Ağqoyunlulara aid idi. Amma heç Qızıl Ordudan elə bil ki, Moskva knyazlığı gəlir 1475-ci ildə danışıqlar aparmaq məqsədi ilə, amma artıq gec olduğuna görə heç danışıqlar aparılmır. Yəni bu məsələ Ağqoyunluya aid idi, Qaraqoyunluya aid götürənmərik. Qaraqoyunlu dövlətinə aid deyil, Türk sülaləsi idi, aiddir. Şirvanşahlarla mübarizənin aparılması 1412-ci ildə var. Herat müqaviləsi 1459-cu ildə var. Səfəvilər tərəfindən süquta uğradılmaq xeyr, Ağqoyunlular tərəfindən süquta uğradılmışdı. Muş döyüşündə də Ağqoyunlulara məğlub olub. Azərbaycanın 9-cu əsrin 2-ci dərsi və 15-ci əsrin 2-ci dərsinə aid ümumi cəhət yeni dövlətin yaranması. Misal üçün 861-ci ildə Şirvanşah dövləti yaranmışdı. 1468-ci ildə də Ağqoyunlu dövləti yaranmışdı. Azərbaycanın 10-cu əsrin 1-ci yarısı və 15-ci əsrin 1-ci yarısı tarixi yenə yeni dövlətin yaranması. Məsələn, 1410-cu ildə Qaraqoyunlu dövləti yaranmışdı. 941-ci ildə də Salari dövləti yaranmışdı. A variantı düzgündür. Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinə aid ümumi cəhət qərb ölkələri ilə Osmanlılara qarşı ittifaq. Bu sayca Ağqoyunluya aiddir. Səfəvi ilə mübarizənin aparılması dövlət deyil aid deyil Qaraqoyunluya. Vəqf mülklərinə və ruhanilərdən və vergilərin toplanmasına Əmir Əl-Ümara başçılıq edir. Xeyr, Əmir Əl-Ümara orduya başçılıq edir. Qapalı qanunverici orqan Kənqaş adlandırılır deyir. Kənqaş adlandırılmaq məsələsi deməli qapalı məşvərətçi orqanda qanunverici orqan deyir. Məşvərətçi orqan olmalıdır. D-ni atıram. Baş vəzirin xarici işlərə nəzarət etməsi isə düzgündür. Xarici və daxili işlərə nəzarət edir. Qaraqoyunlu Cahanşahın hakimiyyət illəri. Sərdurud döyüşü olanmaz 1408. Cahanşah isə hakimiyyətdə olub 1336-dan 1436-dan 1467-yə qədər. Teymurlərlə Herat Barışıq müqaviləsinin bağlanması bu elə düzgün variantdır. Qaraqoyunlu İskəndər və Qara Yusifin fəaliyyətinin ümumi cəhəti Ağqoyunlu Həsən Padşaha qarşı mübarizə aparmışdı. Deməli, Ağqoyunlu Həsən Padşahı heç görməyibdir. Şirvanşahlar dövlətinə asılı hala salmaqları, Qara İskəndərdə belə bir şey yox idi. Teymurlərlə mübarizə aparmaq ola bilər amma. Teymuri Şahruxla İskəndər mübarizə aparmışdı. Həmçinin Qara Yusif də Teymurlərlə mübarizə aparmışdı. Bildik ki, 1408-ci ildə, ona görə deyil düzgün variantdır. 100 illik müharibə dövründə Azərbaycan 1337-1453-cü illərdə 100 illik müharibə baş vermişdi və həmin vaxtı Teymurlərin hakimiyyətinə son qoyulub, bunu bəlli qoyulub. A variantı düzgündür 40-cı sualda. Qaraqoyunlu dövlətin mövcudluğu dövrünə aiddir, yəni 1468, Qızıl Ordunun yaranması 1243, Atabəylərin yaranması 1136, Dərbəndlərin hakimiyyətə gəlməsi 1382, Səfəvilərin meydana gəlməsi 1501, Bizansın süqutu 1453, 700 variantdır. Qara Yusiflə Şah İsmayılın hakimiyyət dövrü üçün oxşardır. Osmanlı 2-ci Bayeziddə dostluq əlaqələrinin saxlanması ola bilməz. Bir insan neçə əsr yaşaya bilər ki? Şah İsmayıl 1501-24-də hakimiyyətdə olub, Qara Yusif də 1410-20-ci illərdə. 2-ci Bayezidlə dostluq quran İsmayıl idi. A-nı atdım. Şirvanşahların tabe edilməsi 1412 Qara Yusifdədir və Şah İsmayıl da elə 2-ci Bayezid özünə Şah İsmayıl da demək Şirvanşahlar dövlətini özünə tabe eləmişdi. Sadəcə tabe eləmişdi, birləşdirməmişdi. Ona görə B ikisi üçün də düzgün variantdır. Uyğunluq pozulub. Sərdurud döyüşündə Qaraqoyunlular qalib gəldi, Teymurlara düzdür. Bağdad döyüşündə Cəlalilərə qalib gəldi, Qaraqoyunlu. Bu yanlışdır. Bağdad döyüşündə Teymurlər, Cəlalilər və Qaraqoyunlu tayfasına, yəni sülaləsinə belə deyək, qalib gəlmişdi. Uyğunluq pozulub. Muş döyüşündə Uzun Həsən qalib gəldi, Qaraqoyunlu qoşunlarına. Bu düzgündür. Alaşket döyüşündə Qara Yusif məğlub oldu. Alaşketdə heç Qara Yusif yox idi, artıq ölmüşdü. Alaşket 1421-də olub, Qara Yusif 1420-də ölmüşdü. Uyğunluq gözlənilmişdi. Kür döyüşündə Şirvanşah İbrahim məğlub oldu Ağqoyunlu qüvvələrinə. Bu yanlışdır. Kür döyüşündə məğlub oldu Qaraqoyunlu qüvvələrinə. Sərdurudda Qara Yusif məğlub oldu Teymur qoşunlarına. Əksinə, Sərdurudda Qara Yusif qalib gəldi. Alaşketdə Qara Yusif məğlub oldu deyir. Heç Alaşketdə Qara Yusif yox idi, onda ölmüşdü artıq. Bağdadda Teymurlər qalib gəldi Qaraqoyunlu və Cəlali qüvvələrinə. Bu düzgündür. Muşda Qaraqoyunlular məğlub oldu Teymurlərə yox, Ağqoyunlulara.
Sacı hökmdarı Yusif ibn Əbsaz və Qaraqoyunlu hökmdarı Qaro Yusifin fəaliyyətinə aid oxşar cəhəti seçməliyik. Şirvanşahlar dövlətinin asılı hala salınması təbii ki də düzgün variantdır 46-da. Şirvanşahlar dövlətinin 1460-cı illər tarixi üçün oxşar cəhətdir. Deməli, Teymuri Şahrukla Ağqoyunlular əleyhinə ittifaqa girməsi. Şahrux ümumiyyətlə 20-ci 30-cu illərdədir. Yəni 1447-yə qədər yaşayıb, ona görə də 60-cı illəri götürənmərəm. Səfəv dövlətinin hərbi qüvvələri. Səfəv dövləti 1501-də yaranıb, ola bilməz. Qaraqoyunlu Cahanşahın hərbi ittifaqa girib. Bəli, Xəlilullahla Cahanşah ittifaqa girir. Samur çayı sahilində döyüşdə qalib gəlirlər. Ona görə də, yəni Ərdəbil hakimliyinə qalib gəlirlər. Ona görə C düzgün variantdır. Şirvanşah dövləti 1420-30-cu illər tarixi üçün xarakterikdir. Deməli, Teymuri Şahrukla Qaraqoyunlular əleyhinə ittifaqa girməsi Y düzgün variantdır. Teymuri Şahrukla Qaraqoyunlular əleyhinə ittifaqa girmişdi həqiqətən də bu dövrdə. Səfəv dövləti yox idi, 1501-də yaranmışdı. Atıram dövlətin süquta uğradılması 1538-də atıram. Ağqoyunlu Sultan Yaqub deməli 1478-1490-cı illərdə hakimiyyətdə olmuşdu deyə bu dövrdə yox idi. Qaraqoyunlu Qaro Yusiflə hərbi ittifaqa girməz. Qaro Yusif də 1420-də ölmüşdü. 30-cu illərdə olması mümkün deyildi. Uyğunluq gözlənilmişdi. Qaraqoyunlu dövlətinin banisi Qara Məhəmməddir. Xeyr, Bayram Xocadı atdı. Əsəd döyüşündə qalib gəldi Teymurilər, Xeyri Qaro Yusif. Sərdurudda məğlub oldu Teymurilər, C düzgün variantdır. Uyğunluq gözlənilib. Sərdurudda qalib gəldi Teymurilər, Xeyr uduzdu. Əsəddə məğlub oldu Cəlalilər, bəli. Qaro Yusif qalib gəldi, Cəlalilər məğlub oldu. Verilənlər nəticəsidir. Azərbaycanda yeni sülalənin hakimiyyəti başlandı. Oğuzların Azərbaycanda və qonşu ərazilərdə siyasi hakimiyyəti yenidən bərqərar oldu. Qaraqoyunlu dövlətinin yaranması 1410. Verilənlər nəticəsidir. Qaraqoyunlular qalib gəldi. Teymurilər Azərbaycandan qovuldu. Sərdurud 1408. Verilənlər nəticəsidir. Azərbaycanda yeni sülalənin hakimiyyəti başlandı. Azərbaycan Ərəb İraqının bütün hakimləri Qaro Yusifin hakimiyyətini qəbul etdilər. Deməli, Qaraqoyunluların Cəlaliri Əhməd üzərində hakimiyyət 1410-cu il Əsəd döyüşündən söhbət gedir. Ona görə də A ən yaxın variant olduğuna görə A-nı düzgün olaraq götürürük. 53-də düzgün cavab olur A variantı. Verilənlər nəticəsidir. Şirvanşah 1-ci İbrahim Qaraqoyunlulardan asılı qəbul elədi. 1412-ci il Kürd çayı sahilində döyüşün. Qalibiyyətli müharibələr nəticəsində yaranan bu dövlət Kürd çayı sahilində döyüşdə müttəfiqlər üzərində qələbə qazanır. Osmanlılarla dostluq əlaqəsi saxlayır. Mətndə danışılan dövlətin Şirvanşahlar dövləti ilə ümumi cəhətini müəyyənləşdirək. Yəni, Qaraqoyunlularla Şirvanşahların ümumi cəhətini deyək ki, müəyyənləşdirək. Teymurlərlə müharibə aparıbmı? Bəli, aparmışdı. Misal üçün, 1405-də Şirvanşah İbrahim müharibə aparıb. Deyək ki, 1421-də də Qaraqoyunlular mübarizə aparmışdı. Ona görə biri götürürük. Sonra Ərdəbil şeyxlərinin qoşunları üzərində qələbə qazanması. 1460-da Şirvanşahlar, həmçinin Cahanşah Ərdəbillər üzərində qələbə qazanmış deyə cavab olur D variantı. 1-dən 3. 55-də cavab oldu D. Uyğunluğu müəyyənləşdirək. Qaraqoyunlu hökmdarları Qara İskəndərlə Cahanşaha baxaq. Alaşkət döyüşündə Teymuri qoşunlarına məğlub oldular. Deməli, Qaraqoyunlu hökmdarı Qara İskəndər Alaşkət döyüşündə Teymuri qoşunlarına məğlub oldu. Bu düzgündür. Teymur Şahruxun ölümündən sonra müstəqil siyasət yürüdən Cahanşah idi. Cəlalilərlə ittifaqda Əmir Teymura qarşı mübarizə Əmir Teymuru heç görməyibdi. Qaraqoyunlu dövlətinin sonuncu hökmdarı Həsən Əli idi. Teymuru Əbu Səidlə Herat sülhünü bağlamışdı. Deməli, 1459-cu ildə Teymuru Şirvanşahlar ordusu tərəfindən deməli, Teymurilər və Şirvanşahlar ordusu tərəfindən məğlub olmuşdu. Belə bir şey də yox idi. Cavab olur 1A, 2B. B düzgün variant 56-da. Qaraqoyunlulara aid olan döyüşlər. Qaraqoyunlu dediyinə görə Sərdurudu da götürərəm, Muşu da götürərəm. Qoyluhisar Ağqoyunluya aiddir, Otluqbeldə Ağqoyunluya aiddir. Qaraqoyunlulara aiddir Alaşkət 1421, amma siyah Səfəvlərə aiddir. Qoyluhisar Ağqoyunluya aiddir. Muş döyüşü yenə 1467-də Qaraqoyunluya aiddir. Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixinə oxşar cəhət. Qalibiyyətli müharibələr nəticəsində yaranmaları
Bunu götürə bilərik. Hər ikisinə də Hulakilərin tənəzzülü ola bilməz. Bu 1357-dir. Atıram. Teymurlərlə müharibənin aparılması, Uzun Həsən Ağqoyunlu Əbu Səidlə müharibə aparıb. Qaraqoyunlu Cahanşah məsələn Herat müqaviləsini bağlayıb. Birinci, yəni o da müharibə aparıb. Qara Yusiflə müharibə aparıb deyə üçü də götürərəm. Avropa ilə diplomatik əlaqə Ağqoyunluya aiddir. Osmanlı ilə müharibə də Ağqoyunluya aiddir. Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixinə aid oxşar cəhətlər. Bütün Azərbaycanı vahid halda birləşdirə bilməyiblər. Səfəvilər birləşdirib. Soyurqalı mövcud olması düzdür. 15-ci əsrdə yaranıb düzdür. 1410-1468. Osmanlılarla müharibə aparan Ağqoyunludur. 16-cı əsrdə süqut uğrayan Ağqoyunludur. Cavab olur 2 ilə 3. Azərbaycanın 15-ci əsr tarixinə aiddir. Elxani hökmdarı Qazan xan, deməli 13-14-cü əsrdə yaşayıb deyə atıram. Azərbaycanda Tiyul 16-dadır. Atıram Şirvanşah İbrahimin Təbrizə daxil olması 1406 götürə bilərəm. Azərbaycanda soyurqalı mövcud olması götürə bilərəm. Qaraqoyunluğun yaranmasında eyni zamanda 3, 4, 5, 61-ci sualda düzgün cavabdır. 62. Qaraqoyunlu və Osmanlı dövləti üçün ümumi cəhətlər. Hökmdarın yanında qanunverici Ali divan fəaliyyət göstərməz. Divan hər zaman Osmanlı dövlətinin onsuz da var idi. Burada da məşvərətçi orqan kimi fəaliyyət göstərir deyə. Deməli, amma məşvərətçi orqan olduğuna görə, burada qanunverici dediyinə görə yanlışdır. Teymurlərlə müharibə aparıb. 1402 Ankara döyüşünü Osmanlı, Qaraqoyunlu da Teymurla 1421-ci ildə müharibə aparmışdı. Ağqoyunlularla müharibə aparılması. Deməli, Ağqoyunlularla Osmanlı müharibə aparmışdı. Qaraqoyunlular da Ağqoyunlularla mübarizə aparıb. Üçü də götürərəm. Dövlətdə baş vəzirin ikinci şəxs sayılması. İkinci şəxs Əmir Əlimara idi. 4-ə atıram. Cavab olur 62-də 2 və 3. 63-cü suala baxırıq. Əmir Ümara adətən sülalə üzvlərindən və yarımköçər türkəyanlarından təyin olunurdu. Onlar hökmdardan sonra dövlətdə mühüm mövqeyə malik olub qoşun başçısı idilər. Əmir Ümara titulu hökmdar tərəfindən şəxsən verilirdi. Onun hökmü əmirlər və digər hərbi rütbəli məmurlar üçün qanuni idi. Verilənlərə əsasən Qaraqoyunlu dövlətinə Əmir Ümara padşahdan sonra ikinci şəxs idi. Bu düzdür. Ordunun baş komandanı idi, bu da düzdür. Hökmdarın dini və dünyəvi işlərdə müavini, bu yanlışdır. Əmrləri və hərbi rütbəli şəxslərə rəhbərlik edir, bu da düzdür. Təbii ki, verdiyi hökmlər bütün ölkə əhalisi üçün qanunidir, bu padşaha aid ola bilər. Qaraqoyunlu və Eldənizlər dövləti üçün ümumi cəhətlər. Feodal ara müharibələri nəticəsində zəifləməsi. Bunu düzgün götürə bilərik. Ümumiyyətlə demək olar ki, bütün dövlətlərin süqut səbəblərindən biridir. Teymurlərlə mübarizə aparılması. Eldənizlər heç Teymurləri görməyib. Teymurlar 1370-də yaranıb, Eldənizlər 1225-də dağılıb. Təbriz şəhərinin paytaxt olması. Deməli, Təbriz şəhərinin paytaxt olması hər ikisi üçün də oxşar cəhət sayıla bilər. Eldənizlərdə düzdür. Təbriz bəzən yazılmaya bilir kitabda, Naxçıvan da, Həmədan da, amma Təbrizdə paytaxt olubdur. Deməli, xidmət müqabilində hərbiçilərə torpağın verilməsi. Eldənizlər dövlətində xidmət müqabilində hərbiçilərə iqta verilir, Qaraqoyunlularda isə soyurqal verilir. 1, 3, 4 düzgün cavabdır. Azərbaycanın cənub torpaqlarında yaranmaq ola bilməz, çünki Eldənizlər Naxçıvanda yaranıb. Uyğunluq pozulub, 1405 Kür döyüşünün baş verməsi. Şirvanşah Qaraqoyunlulardan asılı hala düşür. 1412-ci il Kür döyüşündə. Ona görə biri götürürəm, səhvdir. Sərduruz, Cəlallərin Azərbaycandan qovulması. Bu da yanlışdır, çünki Teymurlərin Azərbaycandan qovulması olmalı idi. 1-ci İbrahimin Əmir Teymurla ittifaq yaratması, Şirvanın Toxtamışın hücumlarından qorunması. Bu düzdür, atıram. Əmir Teymurun Azərbaycanı tərk etməsi, Toxtamışın Səmərqəndə yürüşü. Deməli, Əmir Teymurun Azərbaycanı tərk etməsi və Toxtamışın Səmərqəndə yürüşü, bu da yanlış bir şeydir. Ona görə götürə bilərik. Qalibiyyətli müharibələr nəticəsində Qaraqoyunlu yaranıb. Bu da düzdür. Cavab olur 1, 2, 4. Hadisə nəticə əlaqələrini müəyyənləşdirir. Teymuri Şahruxun ölümü, Cahanşahın müstəqil siyasət yeritməsi düzdür. 1447-ci il. Sərduruz döyüşündə Qaraqoyunluların qalib gəlməsi, Teymurlərin Azərbaycandan qovulması, bu da düzdür. Kür çayı sahilindəki döyüşdə Şirvanşahların məğlub olması, paytaxtda Təbriz olan Qaraqoyunlunun yaranması. Xeyr, bu 1412-də döyüş olub. Qaraqoyunlu artıq 1410-da yaranmışdı. Osmanlıların Konstantinopolu fəth etməsi, Ağqoyunlu ilə Venesiya arasında hərbi ittifaqın bağlanması. Osmanlı ilə Ağqoyunlular arasında mübarizəyə səbəb olan ən birinci amil, deməli, burada Trabzon məsələsidir. Ona görə 4-ü götürə bilmərəm. Ağqoyunlu şəhzadələr arasında çəkişmələr, Əlpər sazişi. Bəli, Əlvət və Murad arasında çəkişmə olur deyə əmioğlu idilər bunlar və dövlət kilsəyə parçalanır.
Hadisə nəticə əlaqələrini müəyyənləşdirir. Sultan Yaqubun Səfəvilər nəslinin güclənməsindən narahat olması və Ərdəbil hakimliyinə məxsus mülklərin müsadirə olunması. Söhbət gedir 1488-ci ildə Şahdağ döyüşündən, düzdür. Teymurilər dövlətinin daxili çəkişmələrin baş verməsi, Cahanşahın Heratı tərk etməsi. Xeyr, Qaraqoyunlularda daxili çəkişmələr var idi. Həsənəli ilə Pirbudaq Cahanşaha qarşı qiyam qaldırmış deyə çıxır gedir. Cəlalilər ilə Qaraqoyunlular arasında münasibətlər kəskinləşir. Naxçıvan Araz çayı sahilində döyüş isə Teymurilərlə olur. Ona görə atıram. Əmir Teymurun Təbrizi tutması, Cəlalilər dövlətinin varlığına son qoyulmaq. Bu, Qara Yusif tərəfindən varlığına son qoyulur 1410-da. Onda heç Əmir Teymur yox idi, artıq ölmüşdü 1405-də. Şirvanşah İbrahimin Qaraqoyun dövlətinin asılı qəbul etməsi 1412-də, Qara Yusifin öz hakimiyyətini Azərbaycanın şimal torpaqlarına yayılması. Bu da düzgün cavabdır. Hadisə nəticə əlaqələrini müəyyən edin. Osmanlı dövlətinin Ağqoyunlu bəyliyinə qarşı mübarizəyə başlaması. Deməli, Ağqoyunlu bəyliyinə qarşı mübarizə. Bunlar arasında mübarizə başlayır 1461-də. Qara Osmanın Əmir Teymurla yaxınlaşması. Deməli, Qara Osmanın Əmir Teymurla yaxınlaşması məsələsi burada indi düzgün variantdır. Ona görə biri götürə bilərəm. Osmanlı dövlətinə Ağqoyunlar arasında münasibətlər pisləşir. Avropa dövlətləri ilə Ağqoyunlar arasında diplomatik əlaqələr genişlənir. Məsələn, Venesiya ilə. Ona görə ikini də götürürəm. Bundan başqa, Venesiyadan başqa Kiprdə, Neapolda bu dövlətlərlə də əlaqə yaratmışlar. Teymurlərin Azərbaycan müdaxiləsi Ağqoyun-Venesiya ittifaqı Osmanlıya qarşıdır. Atıram. Yaqubun Osmanlı ilə dostluq münasibəti yaratması, Azərbaycana hücum etmiş Teymur Əbu Səidin qüvvələrinin məğlub edilməsi. Bu uzun Həsənə aiddir. Atıram. Əlpər sazişinin imzalanması, Ağqoyunda daxili mübarizənin baş çatması, dövlətin güclənməsi. Əksinə dövlət parçalanır. Hadisə nəticə əlaqələrini müəyyənləşdirək. Toxtamışın Buxara və Səmərqənd şəhərlərinə hücumu, Əmir Teymurun 1387-də Azərbaycanı tərk etməsi. Bu düzgündür. Çünki Əmir Teymur eşidir ki, Toxtamış bunun ərazilərinə yürüş edib, ona görə də gedir Azərbaycandan çıxır gedir öz ölkəsinə ki, Toxtamışın qabağını kəssin. Şeyx Heydərin Osmanlı Sultanı 2-ci Bəyaziddə dostluq münasibətləri yaratması, Sultan Yaqubun Səfəvlərlə münasibətlərini pozması. 2-ci Bəyaziddə dostluq münasibətləri yaradan Şah İsmail idi. Ona görə 2-ni atıram. Yəni Şeyx Heydər yox, İsmail. Teymurlərə qarşı tək başına mübarizə aparmanın çətin olması, Qara Yusifin Cəlaliri Sultan Əhmədlə ittifaqa girməsi 1394 Bağdad. Düzdür. Ağqoyunların Ortuqbeyli döyüşdə məğlub olması, Ağqoyunlu tacirlərinin Qaradənizə çıxışını itirməsi, Ortuqbeyli 1473-dür. Qaradənizə çıxış 1461-dir. Bu bunun nəticəsi ola bilməz. 4-ə atıram. Bayandurların nümayəndəsi olan Qara Osman bəy siyasi nüfuzunu gücləndirərək Ağqoyunlu bəyliyini yaratmışdı. Bu zaman Baharlı sülaləsindən olan Qara Yusif də güclənir. O Teymurlərə qarşı, deməli, tək başına mübarizə aparmanın mümkün olmadığını görüb Qara Osman bəyə müttəfiqlik təklif edir. Bunda da Qara Osman bəy, yəni söhbət Ağqoyunlu bəyliyinin başçısı Qarayolluq Osmandan gedir. Qara Yusif də Teymurlərə qarşı ittifaq bağlayırmı? Yox, əksinə ittifaq təklifini rədd edir. Əmir Teymurla yaxınlaşır. İkini götürə bilərəm. Əsas rəqibi olan Baharlara qarşı Osmanlı Sultanı İldırım Bayezid ilə dostluq münasibətləri saxlayır. Qarayolluq yox, əksinə Qara Yusif İldırım Bayezidinə yaxın idi. Əmir Teymurun Osmanlılar üzərində qələbəsindən istifadə edərək Ağqoyunlu bəyliyin ərazisini genişləndirir. Bu da düzgündür. Teymur ittifaqından istifadə edərək bütün Azərbaycanı birləşdirməyə bir şey yoxdur. Cavab olur 70-ci sualda 2 ilə 4. Dövlətlərin yaranmasının xronoloji ardıcılığı. Salarilər yaranıb 941, Şəddadilər 971, Şirvanşahlar 861, Qaraqoyunlu 1410. Ardıcıllıqla getsək, birinci 2-ni götürərəm, sonra 1-i, sonra 3-ü, sonda da 4-ü. Sonda da 4-ü. 2, 1, 3, 4 düzgün variantdır. 72-də də eyni şəkildə Rəvvadilər 981, Eldənizlər 1136-da, Elxanilər 1258-də, Qaraqoyunlu 1410-cu ildə idi. Elə burada dövlətləri ardıcılıqla 1, 2, 3, 4 olaraq götürə bilərik. Xronoloji ardıcılıq. Əlpər sazişinin imzalanması 1500, Qaraqoyunlu'nun yaradılması 1410, Sərdurud da 1408. Burada da ən aşağıdan yuxarı doğru 3, 2, 1 düzgün variantdır. 74-də baxaq, xronoloji ardıcıllıq. İbrahimin Kürd çay sahilində döyüşdə qələbə qazanması 1405. Qələbə qazanır deyirsə, 1412 yox, 1405-i götürürük. Çünki 1412-də məğlub olmuşdur. Ağqoyunlu'nun yaradılması 1468-də, Sərdurud 1408-də. Deməli, onda biz burada qələbə qazanmaq deyirsən, birinci 1-i götürərik 1405, sonra Sərdurud 1408, sonda da Ağqoyunlu dövlətinin yaradılması 1468. 1, 3, 2 düzgün variant.
Xronoloji müəyyənləşdirir. Səlcuqda Teymuriləri məğlub edərək Azərbaycan torpaqlarının qovulması 1408. Əsəd döyüşündə Sultan Əhmədin məğlubiyyətə uğraması 1410. Qaraqoyunun yaranması isə Əsəd döyüşündən sonradır. Ona görə ardıcıllıq olur 1, 2, 3. 76-ya baxaq. Xronoloji müəyyən edir. Cəlalirlərin hakimiyyətinə son qoyulması 1410. Əsəd döyüşü. İbrahimin Qara Yusifdən asılığı qəbul etməsi 1412-ci il. Kür döyüşü. Qaraqoyunun yaranması 1410-cu ildə. Birinci Əsəd döyüşü baş verir. Deməli, götürürük 1-i. Sonra Qaraqoyunlu dövlətin yaranır. 1410-da yenə 3-ü götürürəm. Sonda da 1412-ci ildə Kür döyüşü baş verməz. Cavab olur 1, 3 və 2. Xronoloji ardıcıllığı müəyyənləşdiririk. Sədrut 1408, Cəlalilərə son qoyulması 1410, Kür döyüşündə Qaraqoyunlarla Şirvanşahlar arasında döyüşün baş verməsi 1412-də, Qaraqoyunun yaranması 1410-da. Ardıcıllığı götürməli olsaq, birinci 1-i götürürəm 1408, sonra Əsəd döyüşünü götürürəm 1410, sonra Qaraqoyunlu dövlətini yaradıram 1410-da, sonda da 1412-ci ildə Kür çayı sahilində döyüş. Cavab olur 1, 2, 4 və 3. Sonuncu sualımıza baxırıq. Qaraqoyunluları məğlub etmişdir. Səfəviləri, Cəlaliləri. Yəni deyir, Səfəviləri hansı döyüşdə məğlub edib, Cəlaliləri hansı döyüşdə məğlub edib. Şahdağ döyüşü Ağqoyunlulara aiddir deyə atıram. Kür çayı sahilində döyüş. Kür çayı sahilində döyüşdə deməli Qaraqoyunlular Şirvanşahları məğlub eləmişdi. Ona görə bunu da atıram. Samur çayı sahilində döyüşdə Səfəviləri məğlub eləmişdi. Qaraqoyunlu Cahanşah. C-ni götürürəm 1-ə. Deməli 1C. Bağdad döyüşü 1394-cü ildə əksinə Qaraqoyunlular məğlub edilmişdi. Təbriz yaxınında Əsəd döyüşündə isə Cəlaliləri məğlub edib 1410-da. Cavab olur 1C, 2-də Y. Belə əziz şagirdlər, əgər daha çox video izləmək istəyirsinizsə kanalıma abunə olub videoları bəyənib şərh yazmağı unutmayın.